Selamünaleyküm izleyiciler. Mehmet Ali TV kanalına hoş geldiniz. Abone olun ve videoları beğenmeyi unutmayın. Çalışın maksimum derecede. Günler 6. gündür Sabunçu bazarında sizler için mobil stollar var. Biri 20 manatadır. Ha bəli də biri 20 manatadır onun. Biri 20 manatadır. Gəlib bunları dayıdan əldə edə bilərsiniz inşallah. Kafede zaten koymak için, ne bileyim bir bufet yerleri var, bir ayaküstü yemekçiler için böyle bunları koymaq olar. Kafe üçün, restoran üçün yaxşıdır bu. Biri 20 manatadır. Əzizlər, sizlər kanala abunə olma, videoları bəyənin ki, bizdə də sizlər üçün gələr yeni videolar çəkib paylaşımlar ilə inşallah. O belə kalunka var. Daha yok kalunka da. 3 tane şey var onun. 3 tane. O neçədir bəz daha? Biri 40 manata. 2 dənə də olar. Ha, onlar 2 dənə deyib, biri 40 manata. Sonra orada rətsə var. Yəni nəsə var, belə rətsə var orada. Samovarlar var. Popcorn qabları var. Samovar işləyir də, hə? O neçədir? 45 manat. Parla pişirəndir? Parla pişirən. Belə qazan var orada. O neçədir var? 25 manat. Belə alüminyum qazan var burada. Alüminyum qazan neçədir bəs? 15 manat. Bu belə çaniklər. Samovarın üstünə olmasın. Bu belə çaniklər var. 10 manata. Sonra tökmə qazan var. Bu tökmədir? Hə. Bu neçədir bəs? 15 manat. Sonra maşın üçün belə ayaq altılar var. Gəlib bunları əldə edə bilərsiniz buradan. Sabunçu bazardır biraz deyəcək. Sabunçu bazarına gəlib inşallah nə lazımdır buradan əldə edə bilərsiniz. Dediyim kimi oradakı stollar da biri 20 manatadır. Dayının nömrəni versə yerləşdirərəm sizlər üçün. Nömrəni götürüb dayını əlaqə saxlayarsınız. Nömrə ne işin qutarsın. Nömrəni deyəcək, sizlər üçün yerləşdirəcəm əzizlər. Kırmızı stollar 20 manat. Sən işləyən nömrəni denən mənə? 055 722 77 20 əlaqə saxlayarsınız. Bu stolları, samovarları, kalunkaları, alüminyum qazanları və tökmə qazan. Orada sonra samovar üçün balaca çaniklər var. Parla pişirən qazan var. Gəlib onu da əldə edə bilərsiniz. Bəs o misdən olan neçədir? Misdir o yoxsa? Latın. Latına. O neçədir? Teşdir. Teş neçədir o? 35 manat. 35 manata. Gəlib bunları da əldə edə bilərsiniz. Sonra köynə ət maşınları var burada. Ət maşınları da gəlib əldə edə bilərsiniz. Belə başqa nə istəyirsinizsə burada dayda var. Əlaqə yaradarsınız nömrəylə. İnşallah zəng eləyərsiniz, soruşarsınız. Sonra orada maşın üçün ayaq altılar var. Onları da əldə edə bilərsiniz. Bazar olsun da. Böyle xaladinik var burada. İştir o xaladinik. Neçədir o? 120 manat. 120 manat. Nəysə əşya alırsınız, yoxsa almırsınız? Alırız. Alırsınız. Allah gözəl, indi birazdan sizə bir dənə nömrə verərəm. Ondan əlaqə saxlayasınız. O satır da, o gün yazmışdı mənə. O neçədir o? Nədir o? O şeydir, istilik verir. İstilik, ha. Ne o neçədir? 30 manat. 30 manat. İşləyir ha bu? 30 manat o belə. İstilik sistemi var, tokla işləyir. Tosturanlar neçədir bəs? 25'e 30'a. 25'e 30'a. Keçə paltar yuana. Paltarın 100 manat. 6 kiloluq da bu. Kiloluk 100 verdi. 100 manat. He.
İşləyir, heç bir problemi yoxdur ha. Yox, Aparsın və bir gün işləsin, xarab Yox, olsun. öyle bir şey. yoxluq verəcək. Yoxluysan deyirsən ha? 100 manata. Bu belə paltar yuyan var, Samsungdur. 6 kiloluqdur. Əldə edə bilərsiniz. Nömrəsini yerləşdirəm, nömrəsini əlaqə saxlayarsınız. Bu belə pec var. Bu pec neçədir? 30'a. Hem 30'a. tokadı hem üstü şeydi. Biz buna pec deyirik də. Ha. Üstündə nə var? Üstü şeyde çarkın koduzdur elə petkadır bu. Aa. Bu belə pec. Yemek koduzdur. Həm doxutkadır, həm də üstü plitka kimidir. Yemək də qoyub qızdıra bilərsən, çay da qoyub qızdıra bilərsən. O neçədir? O neçəyə versən sıralı maşını? 30 manata. İşləyir ha, indi üstü də işləyir. Süper. Yok yok. Bax, burada nə varsa hamısını yoxlayıb aparırsınız. Sonra belə yekə pec var burada. Sonra belə yekə pec var. O yekə pec neçədir bəs? Nasıl o 50 manat. O İşləyir o, yoxsa işləmir? Yok yok işte. İşləyir ha? Hamısı yoxluq vallahi. Topkan 50 manat ha? 50 manat. Ne bir içine girer. Bu qızdırıcı neçədir bəs? Hansı 15 manat. 15 manat. O pec O 40 manat. Bu dalga. 40 manat. Sabunçu bazardır burada əzizlər. 6 bazarı qardaş burada olur. Yağış olmasa, qar olmasa 6 bazar qardaş burada olur. İndi nömrəsini yerləşdirəcəm. Nömrəsini əlaqə saxlayarsınız. Bu videoda bunları gördüyünüz şeyləri burada videoda əlaqə yaradarsınız və əldə edə bilərsiniz qardaşlar. Nömrəni də nə zəhmət olmasa 051 051 365 365 5 13 13. 13 əlaqə yaradın və videoda gördüyünüz bu malları qardaşdan əldə edə bilərsiniz inşallah. Allah bazarını versin. Sağ ol, var oldu şurada. Sağ ol. Göstərəcəm, oradan da göstərəcəm. Bunu belə eləm ki, video çəkilişdən şəkil götürüm. Kanala abunə olun, çalışın, videoları bəyənin. Bizlər də sizə üçün maksimum dərəcədə gələn video çəkilişlər eləyək ki, görəsiniz və əldə eləyərsiniz bunları inşallah. Bizdən sizlər üçün video çəkilişi eləməkdir, sizlər də videoları bəyənməkdir. Çalışın sizlər bəyənin, videonu axıra qədər izləyin və like qoyun, yorumlarınızı yazın. Bizlər də sizlər üçün inşallah gələk video çəkilişlər eləyək və yorum da yazanda tələsmin. 2 saat olar, 4 saat olar, 5 saat olar ərzində inşallah biz sizlərə cavab verərik. Çalışın sizlər yorumlar yazın, videoları bəyənin, bizlər də sizlər üçün maksimum dərəcədə çəkilişlər eləyib paylaşaq. Burada da qab-qacaqlar var. Gəlib bu qab-qacaqları da buradan əldə edə bilərsiniz inşallah. 80 manata verir. Yok. Böyle 2 tane yeşil qazan var burada. Neçədir alüminium qazanlar? 40. 40 manat. Gittim uşağa 2 tane köyüne yağdım. Bu təzə də deyəsən. O neçədir? 30. Mayva 2 manat. 30 manata. Sonra böyle qazanlar var. Varsan şey içsin zaten, yiyorsan qəşəng dərman var, bir dənə maddə dərman var, bir maddə var, dərman da içsin töküb qəşəng qappaq edirsən, ondan sonra başlayırsan ondan iş görmə evdə. Bu qazanlar neçədir bəs? 35.000. Təzə bazar inşallah qismət gələrək Allahın köməyi ilə. Təzə bazar binanın altına. Hə. İnşallah gələrik tərəf Allahın köməyi ilə. Əsgərlikdədir o. Hə. Gədə şeylə. İnşallah mən gözlərimsə gələcəm. Problem yoxdur, mən gözlərim işte. Yaxşı. Allah köməyiniz gələcəm. Yaxşı. Təzə şeydəki təzə bazar demirsən sən? Köynə Qarabağ qəsəsəsinin üstündə. Hə, qasıdan Ha da ora. binanın altı. Ha da binanın. Ha. İnşallah Allahın köməyi narahat olma gələcəm. Yaddan çıxartsın. Oldu narahat olma. Çalıb inşallah buranın əlləri bilərsə bizim köynə reklam elədiyimiz yerdir. Köynə Qarabağ qəsəsəsi vardı. Nərimovda Çapayevdə 28-ə yaxın. İnşallah
Yenə gəldi buranı reklam edin. İnşallah gidib buranı da yenə görsədərik. Bunları sizlər üzə girir izləyicilər. Baxırsınız, videoları axıra qədər izləyin və bəyənin ki, baxın nə lazımdır, nömrələr var. Bu qab-qacaqlarcadır, bayaq nömrə yerləşdirmişəm. Bax, həmin adamın video çəkiliş elədiyim qazanlardır. Gəlib bunları əldə edə bilərsiniz buradan. Bayaqlar nömrə yerləşdirmişəm. Həmin nömrələ əlaqə saxlayarsınız və bu qab-qacaqlar hamısı onlarındır. Bayaq da çəkmişəm sizlər üçün paltar yuyan xaladır, nə gözəl istilikdə, nə aptepinləriniz belə şeylərdə yəni.